Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi 9 bölgədə, o cümlədən Köln-Mukartinin, Tetritsxaro, Dmanisi və Calqa bələdiyyələrində ümumilikdə 28 nəfəri saxlayıb. Antikorrupsiya Agentliyinin məlumatına görə Tetritsxaro və Calqada yolların, içməli su şəbəkəsinin və dövlət məktəblərinin təmiri, bərpa işləri zamanı sənədlərin saxtalaşdırılması və dövlət vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsi faktları üzrə istintaq aparılır. Nəticədə dövlətə 669.497 lari məbləğində ziyan dəyib. Dmanisi və Calqa bələdiyyələrində isə istintaqın versiyasına əsasən meriya ilə Sakrebulovun bəzi nümayəndələri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər əsasında dövlətə məxsus ümumilikdə 91.564 kvadrat metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçiriblər. Bu fakt nəticəsində dövlətə 397.804 lari məbləğində ziyan vurulub. Bundan əlavə Tetritsxaro bələdiyyəsində rüşvət alma faktı da aşkar edilib. Sağlam Yaşanma Mərkəzləri proqramı çərçivəsində Dmanisi bələdiyyəsi Gürcüstanın müxtəlif bölgələrindən olan yaşlı qonaqları qəbul edib. Yaşlı insanların reabilitasiyası və sağlam qocalığının təmin edilməsi məqsədi ilə benefisiarlar 2 günlük tur çərçivəsində Dmanisin qədim şəhər məkanını, Pantiani gölünü, Dmanisi arxeoloji sərgi məkanını və digər tarixi, mədəni, görməli yerləri ziyarət ediblər. Proqram çərçivəsində poeziya gecəsi və idman tədbirləri də təşkil olunub. Müxtəlif fəaliyyətlərdə fərqlənən iştirakçılar müəyyən edilərək təşkilatçılar tərəfindən onlara hədiyyələr təqdim edilib. Bu çox önəmlidir, çünki Gürcüstan yaşlanır. Statistik məlumatlara görə ölkədə yaşayan kişilərin 19%, qadınların isə 27% yaşlı sayılır. Ona görə də bu insanlar üçün belə fərqli proqramlar təklif etmək lap yerinə düşdü. Yerli hakimiyyətlə əməkdaşlıqla buna nail olduq. 2 gün əvvəl forumda Dmanis meri dedi ki, küçədə kimdən soruşsan ki, yaşlananda nə arzulayarsan, hər kəs sağlam, xoşbəxt qocalıq istəyər. Biz də Dmanisdə, Bonnisdə və Qoridə bu cür proqramları reallaşdırırıq. Proqramın bütün ölkədə həyata keçirilməsi yaxşı olar. Dmanis meriyası belə proqramları hər zaman dəstəkləyir. Bizim sosial şöbə çalışır ki, yaşlı insanların həyatını asanlaşdırsın. Yaşad olmuş insanlar maraqlı proqramlarda yer alaraq əylənsinlər və yaşamaqdan zövq alsınlar. Yaşlılar mərkəzindən Dmanisə gəldiyimə görə çox sevinirəm. İlk insan da Dmanisli olubmuş. Bu barədə əvvəl də eşitmişdim. Milyon yarım il bundan əvvəl Dmanisdə yaşayıb. Qazıntılar zamanı bu faktı qeydə alıblar. Suka! Arkadaşım. Anda, baba. Taşım. Arka, drogo mi disakuje. Arkadaşım. Bravo, centar. Drugo dia savezneti. Bravo, Arka. Si, ha. Arka, Amerika. Arka. İldə cəmi bir dəfə baş tutan və hər ikisinin böyük həsrətlə gözlədiyi görüş. Zura Xasaya Amerikadan, Mose Kvalyashvili isə Yunanistandan qayıdır ki, yayın ən dəyərli günlərini yenidən Manglisidə birlikdə keçirsinlər. Uşaqlıqdan başlayan dostluqları bugün artıq məsafədən, zamandan və sərhədlərdən daha güclüdür. Onları bir amal birləşdirir. Hər gün əzmlə çalışaraq uğur qazanmaq və bir gün Gürcüstanın milli komandasının formasını geyinərək ölkələrini beynəlxalq arenada təmsil etmək. New York City futbol klubunda oynayıram. Futbol oynayanda hər şeyi unuduram. Manchester City'də oynamaq istəyirəm. Bunun üçün çoxlu məşq edirəm. Həmişə Cristiano Ronaldonu bəyənmişəm. Çox çevikdir. Oyunçuya yanaşmasını bəyənirəm.
Futbolu hədsiz sevirəm. Oynamadığım gün yoxdur. Tətildə belə top oynayıram. Yunanistana gedən kimi futbol üzrə davam etmək istədim. Arzum Gürcüstan yığmasında oynamaqdır. Real Madrid ən sevdiyim komandadır. Uşaq vaxtından bu klubu sevirəm. Onların futbola gedən yolu fərqli olub. Zuka Xasaya Amerikada doğulub və böyüyüb. Lakin uşaqlıqdan etibarən anasının vətəni ilə əlaqəsini heç vaxt itirməyib. Bu gün o, Birləşmiş Ştatlarda New York City Futbol Akademiyasının üzvüdür. Orada hər gün bacarıqlarını daha da inkişaf etdirir. Mosinin hekayəsi isə mühacirətlə bağlıdır. O 9 yaşında ailəsi ilə birlikdə Yunanistana köçüb. Yeni mühitə uyğunlaşmaq ona heç də asan olmayıb. Məhz futbol gəncə yeni məqsəd və həyat yolu qazandırıb. Hazırda Mose Yunanistanın ən tanınmış futbol klublarından biri olan Olympiakosun akademiyasında məşq edir. Keti ilə mən uşaqlıqdan dostuq. O 2011-ci ildə xaricdə yaşamağa başladı. 2011-ci ildə o ölkəyə qaydanda Zukanı dünyaya gətirmişdi. Mose Zukadan 1 yaş böyükdür. Mosenin ilk sözü top oldu. Birlikdə həmişə Mangilisdə futbol oynayırdılar. Sonra biz də Yunanistana köçəsi olduq. Mose oraya çətin uyğunlaşdı. 16 ildir xaricdə yaşayıram. New Yorkun Brooklyn şəhərində yaşayırıq. Zuka da orada doğuldu. 4 yaşından futbol oynayır. Yoldaşım da futbolun azarkeşidir. Zukanı da atası öyrədirdi. Hər il tətildə vətənimizə gəlirik. Ümid edirik ki, bir gün xaricdə yaşayan gürcülər mütləq ölkəmizə qayıdacağıq. Bu ilki görüşdə onlar üçün xüsusi əhəmiyyət daşıyır. Bugün onlar müxtəlif ölkələrin futbol meydanlarında yetişsələr də, hər ikisinin əsas məqsədi dəyişməz olaraq qalır. Bir gün Gürcüstan milli komandasının formasını geyinərək öz ölkələrinin şərəfini qorumaq. Marneuli Mədəniyyət Mərkəzi İsveçdən Gürcüstana adlı yaradıcılıq gecəsinə ev sahibliyi edib. Tədbirin məqsədi müxtəlif ölkələrin musiqi mədəniyyətini tanıtmaq, mədəni əlaqələrini gücləndirmək və beynəlxalq for sənətini təbliğ etmək olub. Gecədə Stokholmun Gürcü xoru Alilo dəvətli dirijor və solistlərin iştirakı ilə çıxış edib. Konsert çərçivəsində Gürcü, İsveç və Polyak ənənəvi və peşəkar xor musiqisi nümunələri səsləndirilib. Gürcü Alilo qrupu 2015-ci ildən Stokholmda mövcuddur. Orada Pravoslav kilsəsində fəaliyyət göstərir. 3 nəfərlə başlamışdıq. İllər ərzində qrupun üzvlərinin sayı 20-ni ötdü. 3 ildir konsertlər keçirir, səyahətlər edirik. Marneulin Mədəniyyət Mərkəzində konsert baş tutdu. İsveçrədən Gürcüstana Alilo ansamblı gəlmişdi. Möhtəşəm gecə keçdi. Layihəni Gürcüstanın Xarici İşlər Nazirliyi maliyyələşdirir. Xaricdə olan gürcülərin şəhərimizdə qonaq olması çox xoş oldu.